Odessa vilayəti və Odessa şəhəri Ukraynanın 24 vilayətindən biri. Odessa vilayəti Qara dənizin sahilində yerləşir. Bu vilayətin böyüklüyü təxminən 33.320 kvadrat kilometrdir. Əhalisi isə 2022-ci ildə 2.340.000 idi. Odessada 1 milyondan artıq adam yaşayır. Bu Odessa vilayətinin inzibati şəhər mərkəzidir. Odessa şəhəri 1794-cü ildə tikilibdir. Vilayətin özü isə 27 fevral 1932-ci ildə vilayət statusu alıbdır. Odessa vilayətinə 19 şəhər daxildir. Burada İzmayil, Odessa, Çernomorsk, Pivdenoye Podolsk və digər şəhərlər mövcuddur. Vilayətin əsas gəlir yerlərindən biri isə Odessa portudur. Ukraynanın ən böyük portu isə elə Odessa vilayətində yerləşir. Buranın həmçinin digər gəlir yeri isə kənd təsərrüfatıdır. Odessa vilayətinin torpağı çox məhsuldardır. Bu vilayətin həmçinin gəlir yerlərindən biri isə turizm idi, lakin müharibəyə görə vilayətin turizmdən gələn gəlirləri aşağı düşübdür. Odessa vilayəti Ukraynanın Vinitskaya, Kirovogradskaya və Nikolayevskaya vilayəti ilə həmsərhəddir. Ukraynanın Odessa vilayətinin həm də Rumıniya ilə və Moldova ilə sərhədi mövcuddur.